Obyektlərlə davam edirik uşaqlar. Dünən obyektlərin bəzi özelliklərini gördük. İndi isə gedək. Görək biz bu obyektləri constructor function vasitəsilə necə yarada bilərik. Obyekti necə yazırdıq? Const obj deyirdik və bu formada obyekti yarada bilirdik. Lakin deyək ki, bizim 100 dənə obyektə ehtiyacımız var və 100'ü də bu formadadır. Zəfər. İkinci. Üçüncü. Dördüncü. Belə mənə 100 dənə lazımdır. Və bunlarda hər dəfə bu cür forma yaratmayaq deyə köhnə formada indi də istifadə edən ola bilər. Mən görməmişəm. Amma misal üçün LeetCode suallarında falan orada da klassla deyəm. Amma bu əksəriyyəti constructor functiondandır. Çünki bunun özü ilk yarananda birinci constructor functionlar gəldi. Daha sonra bəs bizə gəlib obyektlər çıxdı. Mən təkrar yeni obyekt yaratmaq üçün uşaqlar constructor functiondan istifadə edirəm. Mütləq şəkildə constructor functionların və klassların adı isim olur və böyüklə başlayır. Yəni bunların adı olsun person. Bu formada. Okeydirmi? Gedək constructor function'ın yazılışına baxaq. This tutorial deyək. Function nə gözləyir? Object deconstruction. Baxın uşaqlar. Adi funksiyaya oxşuyur. Amma bu funksiya obyekt yaratmaq üçündür və adı object constructor'dır. Bu obyekt yaratmaq üçündür. Belə deyək. Bu spesifik obyekt yaratmaq üçündür. Ki bizə tez-tez bu obyektdən yaratmaq lazımdır. Bu bizə bir növ sertiyoj verir. Bu sertiyoju əsasən yaradır. Məsələn, bax. Okay. Bax, adam bunu yaratmaq üçün bu funksiyanı çağırır, içinə dəyərləri ötürür, yazıldı. Daha bir də hər dəfə gəlib yenidən bu propertiləri yazmaq məcburiyyətində deyil. Həm o, həm də yəni bu obyektin özü binadır. Class və constructor function bu binanı tikmək üçün olan sertiyojdur. Blueprintdə eşidə bilərsiniz, yəni eyni mənaya gəlir. Aşağıdan zaten hemen deyən deyir ki, bəs necə? Hə, bunun yazılışı belədir. Gedirik. Yazırıq. Bizə gələcək name və age. This. Buradakı siz uşaqlar bunun özünü göstərir. Constructor function'dan. Name bərabərdir gələn name'ə. Diqqət edirsə baxın yaşıl oldu və qabağında 3 dənə nöqtə çıxır. Bunu deyəcəm nədir? Və artıq mən bunun vasitəsilə const new obj
New keyword vasitəsilə bunu çağırıb və içinə sözlərimi yazıram. Deyirəm, olsun Murad, yaşı olsun 0 və bunu loqa çıxardanda gəlib mən hazır mənim üçün Muradın yaradım. Yazılışı belədir. Yazılış qaydası belədir, sintaksı belədir. Əvvəl dediniz ki, eləyə bilməzsiniz bir şey. New-dan çağıra bilməzsiniz. Mən dedim ki, ərəy yaradan, new ərəy yaradan elə demişdim. Hə, o başqa şeydir. Bax, belə bu tam ayrı bir şeydir. Okay. Yəni onu axır, yox, indi izah edeyim. Deyək ki, array yaratmaq istəyirsən, belə yarat deyirlər. JavaScript deyir belə yarat. Amma array-in özü də bir constructor functiondan yaranır, bir klassdan yaranır deyə, əslində bunlar eyni şey deyil. Array biri gəlib deyə bilərəm ki, new array. Yuxarıdakı aşağı eyni şeydir. Eyni şeydir. Amma bunun özü deyir ki, burada yazır yoxsa? Array. Array'dən var. Qırmızı var mı? Hə. Bax, deyir ki, JavaScript-in new array ilə də yarada bilərsən. Amma burada yaxın deyil. Okey, dəyənanı taparam. Bu, bax de burada. Aşağıdakı iki nümunə eynidir, lakin bunu belə istifadə etməyin ehtiyacı yoxdur. Sadəlik, oxunabilirlik və execution speed, yəni icra olunma sürəti cəhətdən zəifdir deyə belə yaratmayın. Onu demək istəmişəm. Okey. Gedirik. Buradan artıq biz rahat formada obyektimizi yaradırıq. Bu yazılış qaydası vasitəsilə biz istədiyimiz qədər, yəni bunları rahat Murad 1, 10, bəli. Bu obyektlər də klasın Biri təzədir, biri köhnədir. Klasa bir şey deyil. Yox. Obyektlər? Məsələn, maşın deyir ki, bu qədər maşınlar var. O klasda ümumi bir şey, sinifdir. Onun obyektləri var da. Class, obyekt ayrı şeydir. Class obyektiyə düzəltmək üçündür. Obyekt isə bizim istifadə etdiyimiz datadır. Classdan obyektlər maşındır, class maşın zavodudur. Obyektlər binadır, class binanın çertyojudur. Bu. Daha əlverişli yox. Davam edirik ki, indi person vasitəsilə bunu yaratdıq. Yaxşı, mən indi istəyirəm ki, buna həm də çəki dəyər əlavə edeyim. Gəlib belə bir şey uşaqlar. Obyektlərdə bunu necə edirdim? Weight deyirdim. 200 kilo olsun. Bu formada yazırdım. Çıxırdı. Amma mən klası bu formada dəyişdirə bilmirəm. Arxa sol. Bax, sonra bu kodu yazarsan. Bunu dəyişdirmək üçün mənim prototype adlı özəlliyə ehtiyacım var. Gəlib deyirəm ki, bunun hansısa bir özəlliyini əlavə eləmək üçün deyirəm prototype weight. Ondan sonra artıq müəyyən bir dəyər. Belə bir şey. Default dəyər kimi gedər bu. 200 deyək. Bu formada buna dəyər verə bilərəm. İndi bir dənə şey göstərirəm. Bunu eləmirsiniz heç vaxt.
Bu yoxdur axı bunlarda. Görə bura gətirəcəyimi Murad 100 deyək. Yenə əlavə eləmədi. Ola bilər nəyəsə düz eləməmişik. Baxaq. Prototype örnəyinə 2. Nəyi əlavə eləməmişik? Okey, mən də bənzər bir şey eləmişəm, lakin məndə işləmir. Okey. Baxaq görək məndə niyə işləməyib. Ola bilər hərf səhv eləmişəmmi? Prototype. Prototype wait demişəm persona və ardından persondan Muradı yaratmışam. Wait dəyərində vermişəm. Okey, ola bilərmi ki, bunlar şeyi bloklayıblar? Ya, köhnələri dəstəkləyir. Okey. Bu formada dəyişən əlavə eləyə bilməliydim. Amma burada nəsə özü gətirmədi. İndi Object 3-ün weight'ini çağırım görüm nə gətirir mənə. Ha, 200-ünü verir. Obyektlərin konsollarını bağlayaq. Bunlara artıq ehtiyac yoxdur. Okey. Object weight'ini verdik. New object 3'ü də verdik. Hə. Okey. Burada da uşaqlar. Hə, sadəcə bunun içinə düşür. Belə deyək, əslən işləyirdi, sadəcə konsol loqomuzda çıxmırdı. Hə, gəlib bu formada görürük ki, dəyərimizi əlavə eləmişik. Lakin konsol log bu hamısına əlavə olunub. Weight 200, belə deyək, default dəyər. Prototype vasitəsilə əlavə edə bilirik. Hə, indi bunu göstərirəm, amma eləmirsiniz. Bizimki JavaScript-də hər şeyimiz obyektdir. Stringlərimiz, arraylərimiz, nə bilim, hər şey. Gedib mən array-in prototype-ına rüfət deyib belə bir şey eləyə bilərəm. İndi biz bunu eləyəcək. Ürəyiniz istəyən bu sətirdən sonra nə qədər kod yazırsınız, yazın. Bu array-in hər şeyi qəşəng var da, for each, lensi falan, nə bilim, nəyi. Düzdür? Bunun lensi falan varmı? Qorxmayın, ürəkli olun, dəyməmişəm array-ə. Yəni, hər şey yerindədir. Amma o prototype nə inirdi? Nə əlavə eləyirdi? Yeni nə? ISO, property. Bu məntiqlə mən istənilən array-də nəyi çağıra bilərəm? ISO. Mən array 1-də rüfət adlı bir şey çağırıram. JavaScript-də hər halda, JavaScript dilini hər halda heç kim rüfət adlı bir şey yazmayıb da, düzdür? Və ya ümumiyyətlə, niyə hansısa bir array-də rüfət üsulu olsun ki? Amma deyək. Gəlir, dəyişir. Mən bir şey deyim. Bəli. Siz o yuxarı bayaqdınız, person əldə edirsiniz. Obyekt necəsə class. Constructor function. Hə, class deməmişəm. Yox. Bax, üstündə gələcəm ora. Üstünü yoxdan görsən, deyir ki, bunun təzə yazılışı var, klasa çevirə bilərsən. Belə eləsəm hətta klasa çevir. Bir növ obyekti klassaya, funksiyaya yaratmaq. Yox, bu sadəcə şeydir. Hə, əslində hə. JavaScript-də sadəcə klass yox idi deyə köhnədə belə yaradırdılar. Köhnə yazılışı belə idi. Bizim köhnə öyrəndik, mən köhnə yazmışam. Hə. Yəni burada array yazmışam. Dad adi də belə idi. Tamam. Tamam. Ona qəbul edirsiniz. Buyurun.
Okey, qəşəngsiz şey eləməyin, rahat. Deməli, buradakı formada mən ərliyin özünə bunu əlavə elədim. Artıq nə qədər bundan sonra ərlik olacaq, hamısında bu olacaq. Heç vaxt eləməyin. Amma eləyə bilərik. Nə? Ərliyin öz metodlarını, var olan şeyləri dəyişmək. Necə yəni? Ərliyin lensi var da, düzdür? Bu lens yetimliyə əsasən işləyir. Yəni ki, bir dənə artıq yox. Lens deyəcəm, mən deyəcəm gedişinlə məşğul ol. Ziyanəvər eləyirəm də JavaScript-in ərliyinin lens dəyərini dəyişirəm. JavaScript-in öz kodunu dəyişirəm. O gün nə deyirsən? Bize demiştik o gün. Ay sağ ol. Prototipini gedib lens deyirəm uşaqlar. Gedirəm belə edirəm bax 0. Həmişə sıfır yazır. Həmişə sıfır olsun. İndi bu yetim kod yazmaq istəyən gəlir bura deyir ki, bəs bu for işlədəcək də bu yazıq. Ya şey vermədi də. Dəyişmə. Belə mənim kodlarımla işləyirsə bura da aid. Dən dəyişmədi. 51 lensini sıfırladım. Okey. Prototipına vermişəm. Lens sözünü düzmü yazdıq? Hansı ərliyi sıfırlamalı olduğunu göstərməliyik. Yox, bu bütün data tipini özünə təsir eləyir deyə. Bundan sonra var olan bütün Ərliylərin uzunluğu. ay sağ. Yazmalıyıq. Yox, ola bilsin bu şeyliklər, dəyib dolaşa bilməyək deyə bağlayıblar. Məncə də belə bir şey eləyək. Okey. Yaxşı, bunu başqa bir şeylə yazaq. A eləyək. A da gəldi 2 oldu. Gəlin bir dənə for each metodunu dəyişək. For each metodunu eləyək. Log hi pf. Gəlib for each metodunu çağırır. Hə, все. For each metodunu dəyişmiş oldum uşaqlar. İndi bu adam normalda for each metodu burada nə etməlidir? Array 1-in for each metodunda gedib deyirəm ki, for each log x. Bu nə eləməlidir, düzdür? Amma mənim kodumdan sonra bu yazıq da oturub fikirləşir ki, bu high BF hardan çıxdı, nə bilim. Bu hardan gəldi? İntervyu sual Bu yox, verməzlər. Belə yox, şey kimi verə bilərlər. Hansısa özəl bir sözün deyər ki, bu persona özəl bir dəyər əlavə elə. Məsələn, prototipdən əlavə edə bilərsən. Necə ki, məsələn, bayaq burada weight əlavə olundu ha. Bunun kimi bir şey. Bu ziyanəvər bir şeydir də, yəni bu. Özellikler dəyişikdir. Hə. Amma bunu sual kimi necə verə bilərlər? Array'in bütün elementlərini böyüklə yazan bir funksiya yoxdur da, düzdür? Hə, deyirlər ki, bizim proyektdə bu çox istifadə olunur. Elə ki, bütün array'lərdə bu funksiyanı istifadə edə bilək. Elə bir şey əslində olması məntiqli deyil, çünki rəqəm ola bilər, true false ola bilər. Yəni, o nətər böyük hərflə yazasan. Ondan sonra bir dənə adi funksiya yazaram. Amma deyək ki, belə bir case var. Onda gəlib belə bir şey eləyə bilərik. Misal üçün, ziyanəvərcə for each'i dəyişməliyik, for each'i xarab eləməliyik, ya da filtri misal üçün. Yəni, filtr eləyərdim, ya filtr içində işləməzdim. Gələrəm bura, gəlib deyərəm ki, özəl for neyniyər? Hə, burada zisi çağıracam, buna baxarsınız. O bir konsol logları silək. Gedib deyirəm, array 1-in özəl foru funksiya olduğu üçün çağırmalıyam. Array 1-in özəl foru nəyi verir uşaqlar? Undefined verir.
Bir saniye konsolokların olsun götürək. Okey, burada 4'ü verdi, lakin bu ikincidir. Gedək, özəl foru bu formada çıxardaq. Deməli, özəl forun zisi nəyi verdi? Özünü. Rüfət. Bu zis niye ben alacağım? Olmuyor. Olmaz. Neçə yaşım var hə mənim? Bana yani taze bir şey vardı ama. Okey. Bu özəl forun zisi nəyi göstərdi uşaqlar? Özünü. Gəlin indi bir dənə o indiyənə kimi array metodlarını necə yazırdıq özümüz functiondan da, düzdür? İndi gəlin bunu nöqtə ilə, yəni nətər özü elə qəşəngdir. Qəşəng deyəndə yəni öz metodu ilə çağırılır. Funksiya deyil də metoddur. Biz də o metodu özümüz yazaq. Gəlib deyirik for i zisdir də artıq arrayimiz, düzdür? Zisin uzunluğu qədər fırlan və neynə? De ki, bəs zisin i-incisi neynəməliydik biz? Hamısını böyük hərflə yazmalıyıq, düzdür? Zisin i-incisini, if ehtiyac yoxdur onda. İfini indirik. Deməli, zisin i-incisi bərabərdir. Zisin i-incisi to upper case. Sonra da neyniyərik? Return zis deyə bilərik özünü qaytarmaq üçün və ya heç nə qaytarmaraq, çünki biz özünü dəyişəcəyik. İndi bu array 2-də misal üçün hamısı sözdür deyə bu formaya salıram. Sonra da log eləyirəm array 2-ni. Hazırdır. Bəli. Orada değişti. O kodu sildi zaten ne işledi? Nəyi sildim? Kodu. Zisi əlavə edir. Küləyindən vurum, hə? Allah'sı Hani alsa kod yazdı, zisi değişti, prototype. Yani zisi Bayaq zisi prototype-dan əlavə eləmişdi. Onu sildiniz. Yəni onu sildiyinizə görə necə işlədir? Arkadaşım ne diyorsun? Mənim koysam siz kodunuz gerektiğinde. Zisi alakası. Oradakının buna heç bir aidiyyatı yoxdur uşaqlar. Buradakı sadəcə buna aiddir. Ha buna. Hə. Dedim belki değişmiş. Buradakı zis özünü göstərir. Dolayısıyla mən də gəlib oradan özəlliklərini dəyişirəm. Yaxşı, indi bu özəl for funksiyası gəlib bu işi gördü. Gəlin for içi yazaq. For için kodu necə idi functiondan yazsaq? Necə idi for için kodu? For içi yoxdur, biz özümüz yazırıq. Bir dənə array gəlirdi, bir də callback ya da olsun, filter olsun. Hə. If ne yazdı onu değiştirdim ben. Hə. Ha, if Array bir tane yazarız SB'nin iyisi su. əzbərəm indi başa düşün. Ezberine bakıyorum. Hə. Və callback gəlir bura. Əgər callback true-dursa, çağırılır. O zaman yeni array'e yeni array'e push olunuruz. Çünki yeni array qaytarırıq axı. Yeni array qaytarırıqsa bir dənə boş array olmalıdır. Uyğun gələnlərin hamısından əlinə push olmalıdır. Filter metodundakı kimi də. Hə. Uyğun gəlsə push olmalıdır. Sonra da sonda onu qaytarmaq lazımdır. Array'in i'si. Sonra da sonda da new array'i qaytarırıq. Bu filter metodunun eynisidir. İndi misal üçün array birimi verirəm və deyirəm ki, x hardakı x nədir? Neynəsin misal üçün 3-dən böyükləri çıxartsın. İşləmir funksiyam. Fikirləşək görək niyə? Çünki array 1 gəlib. Yəni biz orada array ini yoxsa sebe ini tuşlamaq deyil.
Yox, bura array i-ni göndərməliyəm. Ha, bir xanım deyil. Hə. Okay. Bu formada işləyir. Hə, indi bunu mən necə eləyərəm ki, burada BF205-in filtri olsun ya da BF filtri olsun. Yəni belə çağırmaq istəmirəm. İstəyirəm array nöqtə deyib çağırım. Gələrəm array nöqtə nə? Prototype, çünki array-in özünü dəyişirəm. Bu sadəcə array-ə özəl deyil uşaqlar. Siz stringində, number-ında özəlliklər əlavə edib dəyişə bilərsiniz. Gəlib deyirəm ki, BF filter funksiyonumu açıram. Gəlirəm buradan eynisini edirəm. Tək fərq artıq burada nədir? Array-imin zaten nə olduğunu bilirəm. Burada mənim sadəcə nəyə ehtiyacım var? Callback-ə. Və array-lərin də yerinə this bitdi getdi. Artıq mənim bu array-imi bir də çağırıram. Login içində çağırıram ki, nəticəsi çıxsın. Array 1-in my filteri BF filteri callback-imi də verirəm. X hardakı x böyükdür 3-dən. Gəlir bu da çıxır. Deyərdən 1-dən bu çıxardı. Bu formada yazıram. Bir dənə bu kodu dərk edin.